Salam dostlar, bugün sizlərlə birlikdə gördüyünüz kimi futbol oyunu oynayacağıq, amma bu mənim ilk kanalımdır dostlar. Yəni kanallarım oldu, amma bu mənim ilk videomdur. Daha əyləncəli oyunlar gələcək, mərak eləməyin. Daha əyləncəli, daha maraqlı oyunlar gələcək. İlk öncə mən bu oyunu seçmişəm. Sizcə necə oyundur? Oynayaq, görək dostlar. Başlayaq. Bir dəqiqə. Bəli dostlar, gəldim. Buradan mən biraz oynamışam. 5-0, 3-0 udmuşam. Okay, getdik. İndiki oyunumuzda uşaqlar. Şeylə olacaq. Valencia. Bu hərfi bilməm, axırıncı hərfi çox da bilmirəm, amma oxumağı bilirəm də biraz işlənir. Uşaqlar, kanala abunə olub like atmayı unutmayın. Böyüyə daha da güclü kanallar ilerleyen zamanlarda yüzümü göstereceğim, üzümü göstereceğim. Futbol videoları, Roblox videolar için size kanala abunə olub like atmayı unutmayın dostlar. Bu oyunu da devamını istəyirsə kanala abunə olub like atın. Yorum edin, yorum yazın uşaqlar. Bəli, atılsın oyun və bugün ilk videomu, bu kanaldaki ilk videomu çekiyorum. Rus dilində başa düşən var. Mən başa düşməm, oxuya bilirəm. Attım. Ver. Vur. Oy, qəşəng tutdu. Qoy biraz səsini alaq. Səsini alaq da yəni tam. Birdən mənim səsim gəlməz. Keç, vur, offside yoxdur. Bizim oyuncu qaldırdı. Deyəsən, 56-cı dəqiqədəyik. İnşallah sizə neçənci oyun bitər. Qapıya zərbə. Sizə spikerlik deliyim də CBC Sport'un spikerliyini. Ötürmə, 200-dən zərbə qeyd edilir qapı qarşısına. Ronaldo içəri doğru ötürmə, qapı qarşısına zərbə. Vurmaq istəmişlər, alınmadı. Top rəqibdədir, bu dəqiqə kontrata çıxırlar, bəli. İçəri hücum. Futbol sanatlarını bilmirəm. Qapıya zərbə çəkdi, qapıya doğru. Qaynar top zərbəsi, gol. Ay, gol. Kim vurdu? Quadrino davamı reydi getdi. Oxumadı. Quadrado. Aldı topu, keçdi. Qapı qarşısına baxır, qapıya baxır. Ver yeri, offside. Elə bir maaşım offside bayrağını qaldırdı deyə. Allah, şop. Bu nədir? Ayda, çəş ayağına dəysəydi, qalsaydı. Alardıq da topu. Sən nə itəlisən? Okay. Bir. Təşbət deyil, amma oy, qapçı qəşəng çıxartdı. Zərbənin təkrarını bir daha da görək. Yəni hücumun təkrarını. Qapçı qəşəng çıxartdı, təxmin elədi. Həqiqətən. Bir də adam gəlsin yəni. Səncə anda. Ay, Zvona pası idi. Al topu. Sürüş olmadı, sap sürüşdü. Qəşəngsən. Ötürdü. Oy, qaç. Bəli, pas alaydı. İçəri at. Vur kəlləni. Bəsdir bə. Bəsdir də ya. O zərbəni qol çevirmək çox qəşəng olardı bizim üçün. Hesabda fərqlənərdik. Bizdən çıxdı top. Başda. Komandamı da göstərirəm sizə. Amma göründü də bir yerdən. Kopya. Bugün mənim ad günümdür. Yorumlarda təbrik eləsəz sevinərəm. Pas. Qəşəng. Oy. Qapçı dəyməsə də olsa top çölə idi. Çöldəydi, bir dənə də baxaq. Dəyməsəydi çöldə ola bilərdi. İçəri açıram ortanı, keç. Ronaldo niyə açır? Ronaldo getsin. O güclü açır da, eyb yox. Ayo. Bu güclü açır, bunu gəlsin. Əfso. Getdi.
Açdın içəri ortanı, qapı qarşısına. Bəli, zərbə. Kornerdə nədir? Kornerdə nədir? Mənim oyunçum vurdu onu. O necə vuruş idi? Vur. Olmadı. Heç nə yoxdur da burada. O qədər də ağ eləməli. Bu oyunda da mənim şeydən zəhləm gedir ki, burada heç nə eləməmişəm. Ona uzun yerə atır. Ekran düzələcək, narahat olmayın. 5 dəqiqə, 6 dəqiqədə artıq deyək, 5 dəqiqədə. O, bax. Bu deyərəm hə, bax. Buna deyərəm hə. Ayağına dəydi. Amma bu uyarı olardı. Futbolda bu belə deyil. At zəri. Orta. O, 101. Çıxdı hücuma çıxdı. Kontratakdayıq. Qaçdı orada, verdim. Sən də qaç. Getdin. Vur. Ay, zibil. Milləmi. Niyə biz qol atamırıq? Okey. Ay, zibil. 43-cü dəqiqə. Qaç. Penaltı ola bilərdi. Qapçı, qaydan top. Zərbə imkan vermə. Və onun hissəsi bitdi, başa çatır. Bu da mənim komandam. Yəni təzə başlamışam. Başlasınlar. Başladılar, getdi. Rəqib komandanın qapçısı qabaqdadır. Qapçı qabaqdadır. Şut yaxşı getmədi. Ayda bu nə pas idi? Bu oyuncu biraz çox şey girir. Açsar, yəni korner üçün belə cərimə olanda uzaqlaşır, çünki bəlkə uzağa vura bilərdi ona görə. Olduq topu və əla kontratak deyil. Deyə bilərdi, heç kim yoxdur burada. Gedirik. Çək içəri, vur qapıya doğru və o necə elədi, nə qədər uzandı bu? At səri. Ronaldo get. Ronaldo açdı. Vur başı. Qaydan top vur. Oy! Boş qapıda mı eybi yox? Gəlin sevinək. Yox, belə şey eləməyəm. Boş qapıydı amma. Bunu da vuramasın. Bu da dəyməsi, girməsəydi qapıya. Daha biabırçılıq olardı da. Bu arada komandamız Qarabağdır. Qarabağ yazdım, götürmədi. Ona görə hər hansı bir ad qoydu. İndi oxuyacağım biraz onun adı, bir dəqiqə. Hadi be. Hos pas qoyub. Hos deyirəm, nos pas. Okey. Ronaldo keçdi içəri, orta açdı, qapı qarşısına zərbə alınmadı. Zərbə vurmaq istəmişdik. Oy, heç nə yoxdur, tərtəmizdir. Hadi be. Qapıya verin. Demə, qapı gəlsin, görən neyədir. Hər qapı. Hər səni qapı. O qapıya bax, qapıya. Nə? Niyə o qədər gəldi axı yazıq? Ayıb olar da qol yesək buradan da. O qapısı panterdir. Yox, istəmirəm dəyişsin. Oynasın. At sər ortanı. Gəlsin top. Gəldi. Başla zərbə. Dirək. Necə olur o? Mən elə bildim çölə çıxdı. At içəri. Vur. Oy! Qola bax, qola bax be. Qəşəng qol idi amma həqiqətən. Amma o qapçı ilə getdiyimiz qol olsaydı.
Qapı. Haydi. Bir dənə də yoxlayaq. Davsa. Getdin. Qapı getdin. Qapı qəşəng qaçırsan. Qapı qaç, qapı qaç. Hər səni qapı. Hər səni qapı. Qaç, qapı qaç. Qapı çək indi. İçəri doğru keçəcəyik. Çək, geç, içəri, qapı, qapı. Dəymə, qoy içim sənə tofuğa dəyməsin qapı. Qapı, 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 çox açdın topu. Geç, geç, geç. Vur qapı. Qapı, bu nə vuruşdu? Bildim qapı səni, bu nə vuruşdu axı? Neyse, hadi. Daha keçən videoda, sonraki videoda yoxlayarıq onu. Oy! Qəşəng gol ola bilərdi. Amma məndə niyə qalmıraqdı? Mənim yanımdan keçdi bu dəqiqə. Doğru deyəm, mən ayağımı uzatsam cərimə verəcəm, amma eybi yoxdur. Vurdum. Aba, nə hepsi? Ayarlaya bilmirsən. Zərbə yaxşıdır oyunda. Burada ayarlamaq çətindir. Bizən qapı hardadır? Onu ölçmək zat. Qırmızı verməsə. Ayasın. Qırmızı verəndə ilk öncə ekranda göstərir sonra. Yəni vərəq verəndə vərəqə. 2 dəqiqə qalıb oyunun qurtarmasına. Bir dəqiqə verdi aç. Qaçdım, 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 qaçdım. Verdi pası. Çək. Korneri verdi hakim. Verdi. İstəmirəm də dəyişdirmək. Bu maç dəyişikliksiz oynayacaq. Qəşəng pas ola bilərdi, amma çölə məncə qapıçı tutar. Qaçsan alarsan hücum davam eləyir. 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 Hadi. Bitirmir ya hakim. İçəri doğru bax. İçəri doğru orada. Gör o qara saçlını. Haydi Ronaldo açdı içəri. Qapı qarşısına zərbə dediyim adama göndərdi. Qəşəngsən. Oy oy oy. Tam dediyim adam ona göndərdi. Tam. Baba içəri açdı tam adam. O da vurdu kəlləni qol. Qəşəng gol idi bəli. Allah qol. Dostlar, bugünlük video bu qədərdir. Kanala abunə olub like atmayı unutmayın. Belə videolar davamını istəyirsinizsə kanala abunə olun. Yorum yazın bu videonun altına. Mənim də bugün ad günümdür. Təbrik eləyərsiniz də zəhmət olmasın. Sağ olun.